Salam dəyərli izləyicilər. Burada kurikulumdan ikinci sualı sizə təqdim edeyim. Deyir ki, müəllim valideynlərlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə bir üzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirməsinə də təsir edir. Yəni, valideynlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı, valideynlə problemi var və bunun eyni zamanda şagirdin də nailiyyətinə də təsir göstərir. Ya qiymətini aşağı salır. Bu dedi ki, etik davranışın prinsiplərinin hansının tələblərini pozmuş olur. Loyallıq deyil. Loyallıq, yəni bu dövrdə hansı ki, təhsil müəssisəsinin hər hansı bir fəaliyyəti ilə bağlı fikirləri kənarda səsləndirməkdir. İnsanın hər hansı bir hüquq və azadlığına bağlı söhbət gedə bilməz. Burada elə bir təsiri yoxdur. Mədəni davranış prinsiplərini orada nəsə bir kobudluq etmir. Sadəcə büzə verir, qiyməti aşağı salır. Demək, mədəni davranışı da pozmur. Burada sadəcə qərəzli yanaşmaqdan söhbət gedir. Yəni, müəllim şagirdə qərəzli yanaşır. Onun qiymətini aşağı salır. Burada D variantı uyğun cavabdır. Digər bir sualda qeyd edilir ki, doğru fikri müəyyən edin. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələrinin əks olunur. Müxtəlif fənlər üzrə təhsil proqramında əks olunur. Doğru cavabımız A variantıdır. Digər bir fən kurikulumda standart müəllimlər hazır şəkildə təqdim olur. Standartlar fən kurikulumda burada müəllimlərə hazır şəkildə təqdim olur. Bu yanlışdır. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyəti. Müəllimi yox, daha doğrusu bu şagirdin qiymətləndirməni, şagird nailiyyətini üzə çıxartmaq üçündür. Ona görə də bu cavabı götürmürük. Müəllimlər istədikləri şəkildə A standartla dəyişə bilirlər. Xeyr, bu dövlət standartıdır. Ona görə bunu dəyişmək, yəni müəllim bunu dəyişə bilməz. Məzmun xəttləri dərsin təlim nəticələrini ifadə edir. Məzmun xətti təlim nəticələrini reallaşdırmaq üçün təlimin zəruri olan hissəsidir. Ona görə də bu da yanlış cavabdır. Bu da A variantı uyğun cavab olacaqdır.